Hər kəsə salam. Necəsiniz qızlar? Deməli bugün qaynanamgilə gedəcəyik. Həftə sonudur, 6-cı gündür. Ona görə biraz yataq otağına əl gəzdirdim. Qonaq otağına və digər otaqlara çatdıra bilmədim. Yoldaşım işdəydi. Dedim o gələnə kimi biraz bura əl gəzdirim. O gələndən sonra da hazırlaşıb gedəcəyik qaynanamgilə. Qaynanamgildə bugün qutab qonaqlığı var. Qaynanam bizə qutab bişirir. Həm ətlə, həm göyərti ilə hamısını çəkmişəm. Sizlərlə paylaşacağım. Qısa-qısa baxarsınız. Qaynanamgil əvvəl bina evində olurdular. Sizə demişdim onu əvvəlki vloqlarımda. Lakin onlar həmişə həyət evi arzuluyurdular və nəhayət ki, həyət evi aldılar. Düzdür, hələ ki tam bitməyib. Əsas da çöldəki işləri tam bitməyib. Amma yenə də, yəni biz çox sevərək gedirik. Hər həftə sonu demək olar ki, oradayıq. Mənim özüm də həyət evi çox sevdiyim üçün, yəni sevə-sevə gedirəm. Ancaq bilirəm ki, yəni mənim özüm daimi orada yaşaya bilmərəm. Çünki həyət evlərində istər-istəməz cürcücülər olur, böcəklər olur. Mən də sözünüzü çox qorxuram onlardan. Ona görə daimi yaşayış üçün yox, amma belə bağ evi kimi gedib gəlmək yaxşıdır. İnarsız qızlar, hamı mənə deyir ki, bu vərdişini dəf elə, özündə o qorxularını yeyin. Amma heç cürə bacara bilmirəm. Yəni o cürcücüdən qorxu heç cürə məndə getmir. Yəni uşaqlıqdan var bu məndə. Yəni heç cürə bunu mən baş eləyə bilmirəm bununla. Bilmirəm sizlər də beləsiz yoxsa yox. Əgər nəsə bir çıxış yolu bilirsinizsə də deyin mənə. İnarsız, yəni rayona belə gedirəm. Düzdür, çox sevirəm də rayon falan belə həyət evləri. Təbiətdə gəzməyi falan çox sevirəm. Amma axşamüstü düşən kimi bilirəm ki, özdə axşamüstü gəlir o cücülər, qara hoppanan cücülər. Axşamüstü düşən kimi girirəm içəri. Yəni çöldə samavar belə qalansa, nə bilim hamı çıxıb çöldə semişka çırtlayıb, nə bilim samavar çayı içəndə belə mən otururam evdə qorxumdan. Çünki bilirəm ki, harda olsa o cücü gəlib məni tapacaq və mənim üstümə gələcək. Elə bir ki, cücü də bilir ki, mən qorxuram, ona görə həmişə mənim üstümə gəlir. İnarsız, yəni rayona belə gedəndə qorxumdan evdən çölə çıxa bilmirəm. Uşağı da özüm kimi öyrətmişəm, yəni özümdən asılı deyil. Yəni uşağın yanında o qədər qorxmuşam ki, o da görür ki, mən bundan qorxuram, o da qorxur. Halbuki o mənsiz gedəndə heç nədən qorxmur, ürəkli oynayır, eləyir. Amma mənim yanımda o mənə görən kimi başlayır o da qorxmağa. Yəni bu vərdişimi heç cürə bilmirəm, vərdişdir nədirsə, bu qorxularımı heç cürə yenə bilmirəm. Hər nəysə, indi biraz yataq otağıma biraz əl gəzdirdim, ortalığı səlqəyə saldım. Bu vloqum biraz qısa vloq olacaq. Çünki dediyim kimi qaynanamgilə gedirəm. Orada biraz qutab falan baş qarışır, söhbət zat. Ona görə alınmadı çox uzun çəkmək. Mən danışığımı burada yekunlaşdırıram. Siz istəsəniz videoya axıra kimi baxa bilərsiniz. Sağ olun, hələlik. Be. Ne güzel, ne güzel. Salam. Ne dersen? Hello.